Əziz tamaşaçılar, bugünkü müzakirəmizdə çox önəmli məsələlərdən bəhs eləyəcəyik. Heç şübhəsiz hazırda dünya gündəmini zəbt eləmiş Rusiya-Ukrayna cəbhəsi ilə bağlı, həmin o cəbhədə baş verən proseslərlə bağlı çox önəmli xəbərlər almaqdayıq. Xüsusilə dünən Ciddədə keçirilən həmin o iki tərəfli görüş, Ukrayna ilə Amerika Birləşmiş Ştatları nümayəndələri arasında keçirilən görüşdən dərhal sonra Kremldə çox önəmli, maraqlı proseslər müşahidə etdik. Ancaq əvvəlcə bir xəbəri diqqətinizə çatdırmaq istəyirəm. Rusiya hücumu dayandırdı, əziz tamaşaçılar. Rusiya qoşunu bir ildən artıq müddətdə ilk dəfə olaraq Donbasda hücumu dayandırıb və hətta ələ keçirilən ərazilərin bir hissəsinə nəzarəti də itirib. Axaras xəbər verir ki, bu barədə Bloomberg Deep State analitik resursuna istinadən məlumat yayıb. Qeyd olunub ki, hücumun başa çatması Amerika Birləşmiş Ştatları və Ukrayna arasında martın 11-də Səudiyyə Ərəbistanında baş tutan danışıqlara təsadüf edib. Ukrayna qüvvələri ölkənin şərqindəki, xüsusən Donetsk vilayətində silahlı qüvvələrin təchizatı üçün əsas logistika mərkəzi olan strateji əhəmiyyətli Pokrovsk şəhəri ərazisindəki Rus bölmələri tədricən sıxışdırıb. Bundan əvvəl 2024-cü ilin yanvarından başlayaraq Rusiya ordusu il ərzində ümumilikdə 4168 kvadrat kilometr ərazini ələ keçirərək daima hücumda olub. Bu ərazini Sankt-Peterburg kimi 3 şəhərlə müqayisə etmək də olar, əziz tamaşaçılar. Əziz dostlar, əvvəlcə müzakirəmizə başlamamışdan öncə mən yenidən üzümü tuturam bizim dəyərli Günas TV izləyicilərinə. Bizi izləyən hazırda deməli YouTube həm də Peyk üzərindən izləyən tamaşaçılarımız, xüsusilə YouTube'dan izləyən tamaşaçılarımızdan mən xahiş edirəm. Dostlar, lütfən yayımda aktiv olaraq yayımı bəyənin, like edin, bəyənin, dostlarınızla paylaşın, şərh bölməsində də aktivliyinizi qoruyun ki, YouTube sizin bu aktivliyinizi nəzərə alsın, kanalımıza ehtimal edilən hücumlar və yaxud da spamlar edildiyi zaman, şikayətlər edildiyi zaman YouTube sizin bu aktivliyinizi nəzərə alsın və təbii ki, bizi bu hücumlardan sığortalasın, qorusun. Bir sözlə, aktiv olaq yayımda. Əziz dostlar, deməli Ciddədə keçirilən həmin o görüşdən sonra çox maraqlı, önəmli hadisələr cərəyan etdi. Nədir bu önəmli hadisələr? Təbii ki, biraz öncə də xəbərdə diqqətinizə çatdırdığımız kimi, Ukrayna və Amerika Birləşmiş Ştatları bir araya gəldiyi zaman nələr əldə olundu, hansı razılıqlar əldə edildi? Əvvəla, Amerika Birləşmiş Ştatları Ukraynaya ayrılan hərbi yardımı yenidən bərpa etdi. Bu, təbii ki, Rusiya üçün heç də yaxşı xəbər deyil. Və bütün bunların fonunda 30 günlük bir atəşkəs anlaşması masaya yatırıldı. Daha sonra isə təbii ki, bundan öncə fevralın 28-də Donald Trumpla Vladimir Zelenski arasında keçirilən, Ağ Evdə keçirilən görüş dünya tərəfindən bir ajotajla qarşılandı, bir mənalı qarşılanmadı. Xüsusilə də Donald Trump'ın Zelenskini təhqir edici ritorikasını qınayanlar kifayət qədər çox oldu. Bu dəfə isə Volodymyr Zelenski həqiqətən də bu illər ərzində təcrübə topladığını sübut elədi. Nə idi bu təcrübə? Vladimir Zelenskiyə təklif olunan atəşkəs anlaşmasını, 30 günlük atəşkəs anlaşmasını Zelenski qəbul etdi. Əslində Putin bunu gözləmirdi. Ona görə qəbul etdi ki, daha sonra təzyiqlər məhz Zelenskiyə deyil, Putinə yönəlsin ki, əslində buna da nail oldu. Və təsadüfi deyil ki, məhz Ciddədə baş tutan o uzun müddətli görüşdən dərhal sonra Kremldə bir qarşılığı başladı, çaxnaşma başladı. Və bu çaxnaşma nəticəsində Vladimir Putin, bəlkə də səhv eləyə bilərəm adlardan, ancaq ən azından Rus mediasına istinadən deməli bu xəbərləri sizlərə təqdim edirəm həm də. Vladimir Putin, Ali Başkomandan Putin, Nikolay Patrushev və Narishkin birlikdə üçlü bir məclis quruldu. 3 nəfərdən ibarət. 4-cü şəxs bura buraxılmadı. İddialara görə ümumiyyətlə mediaya qapalı, sadəcə üçünün iştirak etdiyi bir masa quruldu. Buradan hansı nəticə hasil oldu? Bunu söyləmək olduqca çətindir. Çünki Vladimir Putin özü də kritik bir vəziyyətdədir, çətin bir durumdadır. Əgər bu anlaşmaya, Trump'ın təklif elədiyi bu atəşkəs anlaşmasına riayət etməsə, o zaman təbii ki, daha ciddi hərbi yardımlar görəcək Ukrayna. Bu da heç şübhəsiz Putin Rusiyasına heç bir halda sərf etməyən amildir. Xüsusilə müharibə irəlilədikcə artıq bilirsiniz 4-cü ilə keçmişik. Ötən ayın fevralın 24-də 3 ilə tamam oldu bu müharibənin. Bu müddətdə Rusiya çox böyük çətinliklərlə üzləşdi. Nə qədər bunu qəbul etməsə də həm hərbi, həm demoqrafik, yəni insan sayı baxımından döyüşən orduda iştirak edən həmin o döyüşən insanlar baxımından gündə nə qədər minlərlə, yüzlərlə əskərini itirən Rusiya üçün müharibənin davam etməsi fəlakətli nəticələrə gətirib çıxara bilər. Təbii ki, bu sadəcə Rusiyaya aid deyil, elə Ukraynanın özünə də. Ancaq Ukrayna bu işğal prosesi ilə barışmaq niyyətində deyil, belə görünür ki, barışmayacaq da. Ancaq atəşkəsin imzalanması həm də Ukrayna üçün
həm zaman qazandıra, həm də əlavə dividendlər gətirə bilər. Bu müddət ərzində Donald Trumpı yenidən Rusiyaya yönəlik addımlarında dəstək almağa vadar eləmək imkanı verə bilər. Bu, təbii ki, Putinin maraqlarına cavab vermir. Sadəcə bu deyil. Eyni zamanda daxildə çox gərgin bir situasiya hiss olunmaqdadır. Putinin dəstəkçiləri belə bu proseslər fonunda hələ rəsmi Kremlin sahibi Putinin dilindən hə və yaxud da yox cavabı eşitməmişdən öncə artıq bəzi açıqlamalar gəlir. Sergey Markov olsun, digər şovinist, xüsusilə Dumada iştirak edən deputatlar olsun, siyasilər olsun, media işçiləri olsun, artıq çağırışlar edirlər ki, biz heç bir halda bu anlaşmaya, atəşkəs anlaşmasına gedə bilmərik. Çünki bu dönəmdə Ukrayna tərəfi hərbi yardımları artıra, daha da güclənə bilər. Və indi oxuduğum xəbər də misal üçün çox diqqət çəkir. Donbasda ilk dəfə olaraq Rusiya ordusu geri çəkildi. Bu prosesləri həm siyasi, həm hərbi cəhətdən, prizmadan yanaşmaqla yanaşı, mən həm də onun tərəfdarıyam ki, bu proseslərə biz bir mənalı şəkildə iqtisadi müstəvidə də yanaşmalıyıq. Statistik rəqəmlər ortaya çıxır, Qərb mediası da bunu təsdiqləyir, digər media qurumları da bu məsələdə statistik rəqəmləri bu cür təqdim edir ki, sən demə Rusiya tərəfi Ukrayna savaşında gün ərzində nə az, nə çox 1 milyard dollar xərcləyir. Bu fantastik rəqəmdir. Həqiqətən fantastik rəqəmdir. Belə olduğu təqdirin təsəvvür edin 4 il davam edən bir savaş və bu savaşın sonu görünmür. Doğrudur, indi biz atəşkəsdən danışdığımız zaman o demək deyil ki, tutaq ki, Putin də həmin o atəşkəs anlaşmasına razılıq verdi və müharibə bitdi. Qətiyyən belə deyil. Mən ümumiyyətlə sülhün nə zaman olacağını təxmin belə eləmirəm. Çünki indiki şərtlər daxilində nə Vladimir Putin atəşkəs olsa belə işğal etdiyi ərazilərdən geri çəkiləcək, nə də Vladimir Zelenski Ukraynası bu torpaqların, bu işğalın qəbul edib sülhə doğru bir addım atacaq indiki situasiyada. Bax, bu suallarımız əziz tamaşaçılar, həm də qonağımız, jurnalist, hörmətli Fuad Abbasova ünvanlayacağıq. Xoş gördük Fuad bəy, hər vaxtınız xeyir olsun. Salam əzizləyicilər, salam hörmətli aparıcı Rusif bəy, buyurun müzakirəmizə davam edək. Hörmətli Fuad bəy, indi mən biraz öncə də xəbərdar tamaşaçılarımızın da diqqətini çatdırdım. Ciddədə deməli əldə olunan razılaşma, top artıq Rusiyadadır. Rusiya bu atəşkəsə razılıq verəcək ya yox, verəcəksə nə olacaq, verməyəcəksə daxildə nələrlə üzləşəcək. Siz indi Rusiya cəmiyyətini hər birimizdən demək olar ki, daha yaxşı tanıyırsınız. Bax, bu detalları daha dərin qatlarını istəyərik, təhlilini sizdən eşidək. Əlbəttə ki, Rusiyanın dəfələrlə bu beynəlxalq razılaşmalardan çıxdığını, bir tərəfli olaraq razılaşmaları yerinə gətirmədiyini nəzərə alaraq demək olar ki, belə bir risk var ki, bu dəfədə Rusiya razılaşmalara imza atsa da bir bəhanə ilə bu razılaşmadan çıxma təhlükəsi var. Amma burada Ukraynanın əsas eləmək istədiyi bir imaj yaratmağa çalışır ki, baxın, biz Amerikanın, Avropanın bütün səylərinə razılıq verdik, Kursk vilayətindən çıxdıq, Rusiyanın torpaqlarını azad elədik və qarşılığında Rusiyadan addım atılmasını gözləyirik. Gəlin yaddan çıxartmayaq ki, Rusiya 2014-cü ildə Krımı işğal etdikdən sonra, Krımı Rusiya birləşdirdikdən sonra LDNR deyilən bölgələr, yəni Lugansk, Donetsk respublikalarını özünə birləşdirdikdən sonra Ukraynanın böyük bir hissəsini işğal etmiş vəziyyətdədir. Görürsən, Rusiya Ukraynanın bu addımının qarşılığında Lugansk, Donetsk başda olmaqla Krımı geri qaytarma ehtimalı varmı? Çünki Zelenski hakimiyyətə gəldiyindən bu yana Ukraynanın torpaq bütünlüyünü bərpa etmə vədində dəfələrcə Krımı vurğulayıbdır. Görürsən, Rusiya Krımı verməyə hazırdırmı? Və yaxud Krımın hər hansı bir başqa bir yönetim şeklinde ya o harici beynəlxalq müşahidəçilər və yaxud Türkiyənin iştirakı ilə və yaxud Avropanın, Amerikanın iştirakı ilə və yaxud bilirsiniz ki, Krıma vaxtı ikən Rockefeller və Rothschildlərin də bir iştahı var idi. Oranı Novi Yerusalim, yəni yeni Kudüs şəklində bir planları vardı. Hətta onun qarşılığında dönemin lideri Vladimir İliç Lenin'e külli miqdarda kredit vesayeti ve bu kredit vesayetinin karşılığında Kırım'ın girov olarak koyulmasını talep etmiştiler ve bütün bunlar hamısı neyi gösterir? Kırım Ukrayna'da mı, Rusya'da mı kalacak, Ukrayna mı qayıdacaq? Elbette ki bugünkü mesele Ukrayna'nın Rusya taraf addım attığını ve Rusya'dan bir karşılık gözlediğini gösterir. Ama diğer taraftan da gəlin yaddan çıxartmayaq ki,
Ukrayna həm Amerika tərəfindən, həm də Avropa tərəfindən sıxışdırıldığı zaman Rəcəb Tayyip Erdoğan bir tarixi bir şəkil çəkdirmişdi. Əlində çətirlə Ukrayna lideri Zelenskinin qoruyacaq şəkildə bir tavır göstərmişdi və bu da nəyi göstərir? Hər halükarda nə olursa olsun Türkiyə Ukraynanın torpaq bütünlüyünün tərəfindədir. Türkiyə Ukraynanın parçalanmasına qarşıdır və Amerika olsun, Avropa olsun, Rusiya olsun nə qərar alırsa alsın Erdoğan öz Türk ordusu ilə Ukraynanın yanında olacaq və Ukraynaya dəstək göstərəcək. Əlbəttə ki, bu NATO'nun Mark Rutte'nin narazıçılığına səbəb ola bilər. Çünki bu NATO'nun ümumi konseptindən çıxış eləyərək deyil, Türkiyənin müstəqil qərarıdır. Bu müstəqil qərar əlbəttə Rusiyada qarşı çıxa bilər. Niyə birdən-birə NATO'ya üzv olan bir ölkənin ordusu, əskərləri Ukraynaya yardım edir? Bu NATO'nun orada olması ilə eyni səviyyədə bir fəaliyyətdir. Digər tərəfdən Canlı bağlantıda müəyyən problemlər yarandı əziz tamaşaçılar. Hər halda vaxtımız məhduddur, ancaq Fuad bəy qoşulacaqsa sonuncu bir sualım da ola bilərdi hörmətli Fuad bəyə. Hər halda müzakirəmiz davam edir, xüsusilə hörmətli Fuad bəyin də qeyd etdiyi kimi. Buyurun, davam edək lütfən və vaxtımız məhduddur Fuad bəy. Deməli, mən sizə bir kritik bir sual var ki, mən qarışıq hər birimizi maraqlandırır. Bu atəşkəslə bağlı mən müxtəlif şərhlər eşitdim, rəylər eşitdim və xüsusilə də deməli, şovinist əhval-ruhiyyə şübhəsiz ki, qalmaqdadır Rusiya tərəfində. Bax, siyasilərin də vermiş olduğu bəzi mesajlar var ki, biz bu atəşkəsə hə deyə bilmərik, çünki bu dönəm ərzində Ukrayna güclənə bilər və s. və l. Əgər Putin hə desə, onu nə gözləyir daxildə? Əlbəttə ki, Putinin hə deməsi, yenə də vurğulayıram ki, Krımla çox ciddi şəkildə əlaqəlidir. Əgər Krımın geri verilməsi ilə əlaqədar hə olacaqsa, yəni atəşkəsi niyə elan edirik? Birincisi, hər kəsin, Trump'ın ilkin planı hər kəs olduğu yerdə qalsın. Yəni Ukrayna Kursk'da qalsın, Rusiya, Lugansk, Donetsk, Krımda qalsın və bu şəkildə atəşkəs elan olunsun, diplomatik yola müraciət edək. Amma Ukrayna Kursk'u tərk etdikdən sonra öz qanı bahasına əldə etdiyi torpaqlardan çıxdığı qarşılığında Rusiya da torpaqdan çıxmalıdır. Rusiyanın torpaqdan çıxacağı təqdirdə bilirsiniz ki, Rusiya yüz minlərcə qurban verib bu müharibə üçün. O qurbanların tərəfdaşları, yaxınları, qohumları Putini bir ictimai qınağa gətirib çıxara bilər ki, biz bu qurbanları niyə verdik? Bizə vəd etdiniz, biz Ukraynanı qurtarırıq faşizmdən, bilməm nədən. Yəni bu qurbanlar niyə verildi? Şəklində bir sual çıxır ortalığa. Əlbəttə ki, Ukraynanın prezidentinin bu suala açıq bir cavabı var. Biz Ukraynanı qoruduq. Biz Ukraynanın torpaq bütünlüyünü qoruduq. Amma Rusiya ictimaiyyəti buna ciddi şəkildə qarşı çıxacaq və bu qarşı çıxmaya da Putinin bir cavabı yoxdur. Əlbəttə propaganda işləyəcək. İstər Olga Skabeyeva, istər Mariya Zakharova, istər Margarita Simonyan. Yəni bunlar propaganda aləti olaraq öz sözünü ictimaiyyətə çatdıracaqlar. Amma bu Putinin hakimiyyətinə çox ciddi şəkildə ziyan vura biləcəyini düşünürəm. Əgər Putin Krımı qoruyub saxlaya bilməzsə, ciddi şəkildə Rusiyada siyasi dəyişikliklər olacağını düşünürəm. Deməli, Fuad bəy, həqiqətən də bax, Krım məsələsi üzərindən, efir başlayar-başlamaz, Krım məsələsi üzərindən müzakirəmizi davam etdiririk və mənim də diqqətimi bilirsiniz nə çəkdi? Yəqin mənimlə razılaşarsınız. Krım əslində danışıqlar predmeti hesab olunmur bir çox analitik tərəfindən. Sizin Krım üzərindən bu deməli, müqayisəli, paraleli aparmağınız həqiqətən bunu nəyə söykənərək deyirsiniz ki, həqiqətən də Krım artıq Donald Trump'ın da nəzdində bir müzakirə predmetinə çevrilir? Ümumiyyətlə, bilirsinizmi, hər kəsə çox məlumdur ki, Krım elə bir yarımadadır ki, Qara dənizin ta ortasında həm orada hərbi dəniz donanması yerləşdirmək üçün şərait var, həm tarixi olaraq Türkiyənin orada bir iddiası var. Bilirsiniz, Kiçik Qaynarca sülh müqaviləsinə görə Rusiya ilə Türkiyə Osmanlı İmperiyası arasındakı müqaviləyə görə Krımda Rus bayrağı endirildiyi zaman orada Türkiyə sahib çıxır şəklində. Türkiyə bütün bunların hamısını ortaya qoya bilər. Bilirik ki, orada Krım tatarları yaşayır, hansı ki Türkiyə ilə çox yaxın əlaqədədirlər və bütün bunlar hamısı Krımı çox ciddi şəkildə danışıqlar prosesinin bir subyekti eləyir. Və nəticə itibarilə söhbətimin əvvəlində dediyim kimi, əgər Zelenskiyə
hakimiyyətə gəldiyi dönəmdən bu yana vurğuladığı Krımı geri qaytaracağım vədlərini yerinə yetirməyə qalxsa, mütləq şəkildə bunu yerinə yetirməlidir və bu danışıq proseslərində də Krımın tələbini Putinin qarşısına qoymalıdır. Əgər bu tələb olmayacaqsa, Zelenskinin hakimiyyətinin sonuna gəlib çıxa bilər və Zelenski də hamıya çox yaxşı məlumdur ki, ətrafındakı olan insanların hamısı da birlikdə hakimiyyətdən getməyə məcbur qalacaq. Yerinə gələn kim olursa olsun, o mütləq şəkildə Amerikanın və yaxud Rusiyanın və yaxud Avropanın təsiri altında gələcək və bu da artıq indiyənə qədər Zelenskinin aparmış olduğu siyasətə ya tərs ya da zid siyasət olacaq. Deməli, Fuad bəy, həqiqətən də bu hələ Donald Trump məsələ ilə bağlı daha radikal deməli, baxışa sahibdir. Xüsusilə də Ağ Evdə yaşanan hadisələr də hər birimiz çox yaxşı xatırlayırıq. Krım məsələsi hələ demokratların dönəmində, yəni Biden administrasiyası dönəmində belə Krıma zərbələr endirilirdi. Və bunu necə edirdilər, xatırlayırsınızmı? Almaniyadan misal üçün bəzi xəbərlər yayıldı, bildinəşdi və digər nəşrlər ki, gizli yollarla razılıq əldə olunub, Krım körpüsü bir neçə dəfə dağıdıldı və s. və axır. Donald Trump eyni mövqeyi sərgiləyəcəkmi və yaxud da bir qədər daha dərinə insək, Donald Trump'ı aşacaq məsələdir bəlkə bu? Donald Trump'ı aşa da bilər, amma söhbətin əvvəlində vurğuladığım kimi Krıma bir Yahudi iddiası da var. Biz bilirik ki, Donald Trump keçmiş hakimiyyəti dönəmində İsrailin Küdüs şəhərini İsrailin paytaxtı elan edilməsi haqqında bir qərar imzalamışdı. Əlbəttə ki, burada Donald Trump'ın qızının yoldaşı Kushner'in çox ciddi bir rolu olmuşdu. Heç şübhəsiz. Və beləcənə Trump Yahudilərə yaxınlığını, eləcənə də Filistinə göndərilən yardımların kəsilməsi ilə, Qəzzənin satın alınaraq oradan Fələstinlilərin köçürülməsi ilə Yahudilərə yaxınlığını bildirmiş olmuşdu. Və əgər tarixə baxsaq görək, yəni Rothschildlərin, Rockefellerlərin Krıma ciddi bir tələbi vardı keçən əsrin əvvəlində. Əgər o tələb yenə də gündəmə gətirilərsə və Trump'ın qarşısına belə bir Krımın neytral statusu, nə Ukraynanın olsun, nə Rusiyanın olsun, nə də Türkiyənin olsun, onu bir şəkildə Yahudilərin yönətimi altında bir idarə etmə, avtonomiya, muxtariyyət şəklində Amerikanın nəzarəti altına keçsin şəklində iddialar ortaya qoyulsa, Trump mütləq aktivləşəcək. Burada İsrail lobbisi, yəni Yahudi lobbisi çox güclü, Amerikada çox güclü Yahudi lobbisi fəaliyyətə keçəcək. Biz çox yaxşı bilirik ki, Yahudi lobbisinin fəaliyyətə keçdiyi sahələrin 80%-i müvəffəqiyyətlə nəticələnir və belə olduğu təqdirdə həm Ukrayna Krımı itirmiş olacaq, həm Rusiya itirmiş olacaq və Trump'ın bununla əlaqədar qərarı nə ola biləcək çox ciddi bir sual altındadır. Amma Kushner də bu fəaliyyətə əl qoyacaqsa, Yahudi lobbisi buna qarışacaqsa, böyük bir ehtimalla vaxtı ikən Rothschildlərin, Rockefellerlərin, Vladimir İliç Leninə vermiş olduğu kreditin qarşılığında Krım yarımadasının girov məsələsi yenə də gündəmə gətirilə bilər. Sonuncu bir sualım da olacaq sizə izninizlə. Deməli, biraz öncə maraqlı bir paralel müqayisə apardınız. Qardaş Türkiyə Cumhuriyyəti və Sayın Erdoğanın çətiri altına girən Zelenski. Heç şübhəsiz ki, Qara Dəniz hövzəsində baş verən istənilən hadisə Türkiyə prosesdə də bu və ya digər formada iştirak edir və yaxud da etməlidir. Çünki artıq böyük oyunçuya çevrilən bir Türkiyədən söhbət gedir. Qara Dəniz hövzəsində Krım məsələsinə boşuna mən də hesab edirəm ki, təsadüfən qabartmır Sayın Erdoğan. Belə olduğu təqdirdə Putin Rusiyasının Krımda güclənməsinə həm də Türkiyə mane olmağa çalışacaq. Ancaq necə? Ümumiyyətlə, Trump'ın keçmiş hakimiyyəti dönəmində Trump'la Erdoğan'ın arasında bir şəxsi qarşıdurma olduğunu çox yaxşı bilirik. Və bu şəxsi qarşıdurma Trump'ın Türkiyə lideri Erdoğan'a yazmış olduğu məktubda sən özünü yaxşı apar, mən səninlə daha sonra əlaqə saxlayacağım şəklində bir qeyri-ciddi mesajla Erdoğan'ı qəzəbləndirmiş və bu mesajın verildiyi günün axşamında Erdoğan Suriyədə bir hərbi əməliyyatla Amerikanı saymadığını dilə gətirmişdi. Və Rusiya və Türkiyənin ümumiyyətlə nəinki Ukrayna müharibəsində, hətta Gürcüstanda 2008-ci ildə çıxmış müharibədə
apardığı danışıqlarda belə bir məsələ vurğulanırdı ki, əgər hər hansı bir ölkə Qaradəniz hövzəsi, Qaradəniz sahili ölkə deyilsə, onun burada gəmisinin yerləşdirilməsi həm Montreux anlaşmasına ziddir, həm bu ölkələrin, yəni Qaradəniz sahili ölkələrin milli maraqlarına ziddir və Rusiya həmişə Türkiyədən başqa gəmilərin, ələxüsus NATO gəmilərinin, Amerika təyyarə gəmilərinin Qaradənizə buraxılmasına qarşı çıxırdı. Əgər belə olduğu təqdirdə Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik rolu daha da güclənəcəksə, Türkiyə yenə də o Trumpla olan keçmiş qarşıdurmasını xatırladaraq boğazları gəmilərə, Amerika gəmilərinə bağlaya bilər. Amerikanın Ukrayna prosesində hər hansı bir təsir mexanizmi, yəni hərbi təsir mexanizmini məhdudlaşdıra bilər və prosesin bütün gedişatını öz əlinə alaraq həm Ukraynaya, həm Rusiyaya təsir göstərərək, istər taxıl anlaşmasında olduğu kimi, istər daha sonraki fəaliyyətlərdə olduğu kimi, həm də ki, Türkiyənin NATO'dakı ikinci hərbi qüvvəyə sahib olduğunu gündəmə gətirərək bu məsələdə qabaqcıl rol oynaya bilər. Aydındır, hörmətli Fuad bəy, sizə təşəkkürümüzü bildiririk bu maraqlı müzakirə üçün, maraqlı təhlil üçün. Çox sağ olun, var olun bəy, bir daha.